Salam əziz şagirdlər. Gəlin bugün sizlə yenə qoşmaya aid növbəti bir testi işləyək. Deməli, yazılıb hansı cümlədə qoşma işlənmişdir? 1. Salman əlindəki fənərlə otağa işıq saldı. Məsələyə daha diqqətlə yanaşmalıyıq. Rüstəmlə sən trestə gedin. Dairənin içini karandaşla qaralayın. Bu qatarın dalınca baxma. Mən dinməzcə otağı tərk etdim. Deməli, Salman əlindəki fənərlə, baxın, burada birinci cümlədə yazılıb ki, əlindəki fənərlə kim ilə nə ilə sualına cavab verir. Biz deyirik ki, qoşmada bağlayıcıdan fərqləndirmək üçün iləni və ilə əvəz edə biliriksə bağlayıcı, və ilə əvəz edə bilmiriksə qoşma və bağlayıcıda xəbər birinci, ikinci, üçüncü şəxsin cəmində olur, qoşmada isə təkdə olur. Birincisi baxırıq, xəbər təkdədir və iləni və ilə əvəz edə bilmədik. Fənər və otağa işıq saldı deyə bilmərik. Fənər ilə otağa işıq saldı. Həm də qoşma kim ilə nə ilə sualına cavab verir. Ona görə biri götürürük. 1. Məsələyə daha diqqətlə yanaşmalıyıq. Baxırıq, diqqətlə və ilə əvəz edə bildik? Yox. Burada nə tərzdə sualına cavab verir? Kim ilə, nə ilə sualına da cavab vermir? Deməli, burada nə qoşmadır, nə bağlayıcıdır. Burada diqqətlə sözü zərfdir. Nə tərzdə yanaşmalıyıq? Diqqətlə, tərz hərəkət zərfidir. 2 deyil, 2 getdi. Rüstəmlə sən trestə gedin. Burada baxırıq, Rüstəmlə sən. Rüstəm və sən və ilə əvəz edə bildik və xəbər cəmdədir. Əgər xəbər cəmdədirsə, birinci, ikinci, üçüncü şəxsin cəmdədirsə və ləni və ilə əvəz edə bildiksə, deməli burada qoşma deyil, bağlayıcıdır. Bu da getdi. Dairənin içini karandaşla qaralayın. Nə ilə? Karandaşla. Burada nədir? Kim ilə nə ilə sualına cavab verdi və ilə və bağlayıcısından əvəz edə bilmədik. Əgər əvəz edə bilmədiksə, iləni dedik ki, və ilə əvəz edə biliriksə bağlayıcı, əvəz edə bilmiriksə qoşma. Və ilə əvəz edə bilmədiyimizə görə burada bu qoşmadır. 1, 4. Bu qatarın dalınca baxma. Bu qatarın dalınca baxma, bu qatarın dalı ilə baxma, dalınca baxma, yəni dalına qədər baxma. Burada yenə qoşma. Mən dinməzcə otağı tərk etdim. Nə tərzdə? Dinməzcə. Burada isə zərfdir. Deməli, düzgün cavab 1, 4, 5. 1, 4, 5. Yəni 1, 4 və 5-ci cümlələrdəki cavablardakı olan köməkçi qissələri qoşmadır.